Bugün Marneoli'də yenə də Böyəcələr abidəsinin yerləşdiyi ərazidə Marneoloba 2025 tədbiri baş tutub. Tədbirə yerli və mərkəzi hökumət nümayəndələri də qatılıblar. Onlar təşkil olunmuş sərgiyə baş çəkib əl işləri ilə tanış olublar. ძალიან გემრიელად გამოიყურებიან. აქ წარმოდგენილია ჩვენი სუფრის მეფე, ფლოვი და დოლმები. ეს არის ერთ-ერთი ყველაზე ძალიან გემრიელია და ძალიან ტრადიციული კერძებია. აქ წარმოდგენილია Şənlikdə müxtəlif kəndlərin pavilyonları, istirahət məkanları, əl işlərinin sərgi və satışı təşkil olunub. Bundan başqa üzümün necə sıxılması, çörəyin bişirilməsi və sucuğun hazırlanması üzrə ustad dərsləri keçirilib. Açıq səma altında Marneoli'də yaşayan Azərbaycanlı, Gürcü, erməni və digər millətlərin mətbəxləri və etnoqrafik nümunələri təqdim olunub. Bugün Marneoloba 2025 keçirilir. Bugün çox vacib bir gündür. Mən bugünkü gün münasibəti ilə hər bir Marneoli sakinini təbrik edirəm. Onlara xoş günlər, xoş arzular diləmək istəyirəm. Qeyd etmək lazımdır ki, bugünkü gün burada yaşayan xalqların, burada yaşayan millətlərin birgəliyinin simgəsi günüdür və mən çox sevinirəm ki, bugün mer statusuyla burada iştirak edirəm və burada hər kəsi təbrik etmək mənim üçün çox sevindirici bir haldır. მინდა მარნეულის მოსახლეობას მიულოცო დღევანდელი სახალხო დღესასწაული. İlk öncə mən Marneoli sakinlərini bayram münasibəti ilə təbrik edirəm. Mən burada bir çox millətlərin mədəniyyətinin şahidi oldum və əmin oldum ki, Marneoli doğrudan da çox millətli, həmçinin zəhmətkeş insanları ilə zəngin bir bələdiyyədir. Çox şadam ki, Marneoli'də çox gözəl ənənə formalaşdı. Artıq 3-cü ildir ki, Marneoloba bayramı qeyd olunur. Harda ki, Marneoli'nin müxtəlif ərazi vahidlikləri, müxtəlif kəndləri öz ənənələrini, öz mətbəxlərini nümayiş etdirirlər. Ümumiyyətlə bilirsiniz ki, bizim munisipalitet çox millətli munisipalitetdir. Burada müxtəlif millətlər tarix boyu birlikdə, dostluq, mehribançılıq içində yaşayıblar və bugünkü tədbirdə bu birliyi, bu rəngarəngliyi görə bilərik. Həm istər mətbəxdə, istər mədəniyyətdə və çox şadam ki, Marneoli'də də bu cür bayramın keçirilməyi bütün Gürcüstan üçün bizim birliyimizin, bizim rəngarəngliyimizin nümayişi kimi qeyd olunur. Qeyd edək ki, daha sonra tədbir konsert proqramı ilə davam edib.